Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. Deməli əziz tamaşaçılar, bugün xüsusilə Rusiya və Ukrayna mövzusunda danışacağıq. Əlbəttə dünən gecədə Ruslar üçün təlatümlü gecə olub. Paytaxt Moskva birbaşa hədəfdədir və Moskvanın müdafiəsi isə artıq çoxdan pozulub fikirləri səslənir. Rusiya paytaxtını qoruyan hava hücumundan müdafiə sistemi 5 müxtəlif hündürlük səviyyəsində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş 3 halqalı aktivlərdən ibarətdir deyə. Çox maraqlıdır ki, bu təqaüdçü general-leytenant İqor Romanenko'nun açıqlamasındandır. O, Espresso TV-yə bildirib ki, bu ərazi Sovet dövründən bəri məlumdur. Əvvəlcə bu ərazinin içərisində Moskvanı birbaşa əhatə edən ilk xüsusi təyinatlı ordu var. Sonra Moskva hava hücumundan müdafiə dairəsi, onlardan da yalnız ikisi var idi. Müəyyən əziz tamaşaçılar fikirlər səsləndirib və o deyir ki, yəni mütəxəssislər deyir ki, hündürlük baxımından 5 səviyyənin olduğunu deyir mütəxəssislər. Məsələn, müxtəlif komplekslər və müxtəlif vasitələr. Bundan əlavə onlar dronlara qarşı fəaliyyət göstərən vertolyot dəstələri yaradıblar ki, bu da ümumilikdə kifayət qədər yüksək potensial deməkdir. Buna baxmayaraq, Ukrayna müdafiə qüvvələri tərəfindən hərbi obyektlərə də artıq zərbələr endirilib. Bunu deyən dediyim kimi mütəxəssisdir, əziz tamaşaçılar, bu sahəni bilən adamdır. Təqaüdçü general-leytenant İqor Romanenko'dur və çox uzun-uzadı danışıb. Ümumiyyətlə, Moskvanın vurulması, təhlükəsi və əsasən də Moskva bölgəsindəki müəssisələr və dronlar artıq deyir, uçur, toxunulmazlıq birbaşa Moskvanın özündə pozulub deyir və dediyim kimi, deməli, bu bir mütəxəssisin fikirləridir. Əlbəttə ki, biz də bu kontekstdə xüsusilə Rusiya-Ukrayna münasibətlərini müzakirə edəcəyik. Bilirsiniz ki, Rusiya Pokrovskda artıq döyüşləri xeyli dərəcədə şiddətləndirib. Pokrovski isə Ukraynanın vazkeçilməzidir. Prinsipcə deyirlər ki, Rusiya Pokrovskda 100 hücum həyata keçirib ötən gün düşmən, 100 hücum əməliyyatı həyata keçirib deyə Ukrayna nəşrləri yazırlar və qeyd olunur ki, bu fakt Rusların irəliləməyə cəhd etdiyini göstərir. Pokrovski isə dediyim kimi artıq demək ki, Ukraynanın vazkeçilməzidir. Niyə Rusiya üçün belə strateji əhəmiyyətlidir, niyə üçün vacibdir, niyə Pokrovskiya can atır? New York Times bununla bağlı yazır ki, əgər Pokrovsk süqut etsə, o 2023-cü ilin mayında Baxmut uğrunda döyüşlərdən sonra Ukraynanın itirdiyi ən böyük şəhər olacaq. Şəhər Rusiya qoşunlarının uzun müddətdir iddia etdiyi Donetsk vilayətində Ukraynanın nəzarətində qalan yeganə iri şəhərlər Slavyansk və Kramatorska yaxınlaşmasına mane olan son böyük maneə hesab olunur. Detallarına toxunmayacağım əziz tamaşaçılar, diqqətinizə çatdırım ki, yəni Pokrovsk uğrunda da qanlı müharibə gedir. Hətta ötən gün belə yazmışdılar. Deyirdilər ki, hətta bununla belə Rusiya 3-cü dünya müharibəsinə hazırdır. Bu müharibənin o səviyyəyə qədər çatdıra bilər, yəni Pokrovski, amma itirməz. Müharibənin isə 1353-cü günüdür. Dünən Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını da çağırıb. Amma deyirlər ki, Lavrov burada iştirak etməyib. Yəni, Trump Putinlə telefon danışığı aparmışdı, bilirsiniz, oktyabrın 16-sında. Bundan sonra Budapeştdə yeni görüş planlarını açıqlamışdı. Amma Trumpla əldə olunan bu razılaşma Lavrovun ABŞ dövlət katibi Marco Rubio arasında baş tutan danışıqdan sonra pozulmuşdu. Budapeştdə planlaşdırılan görüş təxirə salınmışdı. ABŞ mediasının iddiasına görə Rubio Lavrovla danışıqlardan sonra Rusiyanın barışmaz mövqe tutduğunu bildirmişdir. Rubio'nun bu qiymətləndirməsi Trump'ın Lukoil və Rosneft kimi Rus şirkətlərinə qarşı ilk sanksiyaların tətbiq etmək qərarına da təsir göstərmişdi. Bir sözlə, Lavrovun adı burada qırmızı xətlə keçir. Danışıqlarda Rubio ilə danışıqlar səmərə vermədi. Ən sonunda da prezidentlərin görüşü hər halda pozuldu. İndi deyirlər ki, Lavrov danışıqlarda inatkarlıq barıtını biraz çox edib və ona görə də Putin onu Təhlükəsizlik Şurasının iclasına hətta belə çağırmayıb. Bu versiyalardır, əziz tamaşaçılar. Hər halda biz də söhbətlərimizi xüsusilə daha çox faktlar üzərində qurmağa çalışırıq. Qonağım Anar İsayevlə düşünürəm ki, belə də davam edəcəyik. Sizdən ricam verilişimizi lütfən bəyənin və paylaşın. Mən isə
Anar bəy, xoş gəlmisiniz. Xoşunuz olsun Nəmur xanım. Hə, Anar bəy, deməli biz çoxdandır Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışmırdıq. Çünki ortaqda bir Ramiz Mehdiyev məsələsi var idi. Amma bugün bu məsələyə niyə xüsusilə diqqət çəkirəm? Çünki həqiqətən də dünənki açıqlamalar çox, belə deyək, şok edici idi. Dünən Donald Trump'ın açıqlamaları, Donald Trump'ın nüvə məsələsində inadkarlığı, üstəgəl biz indiyə qədər belə bilirdik də, yəni Rusiya nüvə başlıqlarına görə dünyada lider ölkədir. İkinciliyi isə Amerika. Trump deyir ki, qətiyyən elə deyil. Qətiyyən elə deyil və bildirir ki, birinci nüvə silahı onun ölkəsinə məxsusdur. Və bilirsiniz ki, dünən yenə də nüvə silahlı bir deməli gəmisindən bəhs etdi. Eyni zamanda nüvə başlıqları daşıyan bir gəmi, səhv etmirəmsə, yadımda elə qaldı. Eyni zamanda da Rusiyanın da artıq belə deyək də, yəni o Kremlin deyir içərilərində artıq nüvə söhbətləri uçuşur havada, o tərəf bu tərəfə. Dünya nüvəyə mi köklənib? Nə baş verdiyini soruşacağım əslində. Yəni artıq bıçaq sümüyə dirənib məsələsidir. Rusiya bax Pokrovskidə da irəliləyə bilmir. Amma eyni zamanda da Trump da bir cavab gözləyir Putindən ki, nəhayət da yəni əlinin dalını yerə qoy. Nə də bir stol ətrafında oturmaq niyyətləri yoxdur. O zaman soruşam, nə baş verir? Əslində baş verən proseslər siz deyən istiqamətə yönəlibdir. Yəni uzun müddətdir ki, Rusiya-Ukrayna müharibəsi ətrafında cərəyan edən. Əslində Rusiya-Ukrayna müharibəsini bu dəfələrlə biz də qeyd etmişik. Burada Rusiya-Ukrayna müharibəsinin həm də başlanmasında maraqlı olan güclər və qüvvələr olubdur. Və həmin o maraqlı deməli güclər bu günləri müharibənin sonlandırılması istiqamətində addımlar atırlar. Və xatırlayırsınızsa bu yaxın günlərdə hətta Donald Trump'ın belə bir açıqlaması oldu ki, 2 həftə bundan öncə Vladimir Putin'dən biz telefon danışıqları aparmışıq və Vladimir Putin məndən xahiş eləyibdi ki, Putin, Trump'ın dediyini mən ifadə edirəm ki, Putin xahiş eləyibdi Trump'dan ki, Rusiya-Ukrayna müharibəsi artıq 10 ildən artıq da davam edir və biz bu müharibəni dayandırmasını bacarmadıq. Əslində müraciətin özü belə götürəndə belə ironik və gülməli görsənir. Nə üçün görsənir? Çünki bugünkü gün Rusiya-Ukrayna müharibə cəbhəsinə baxsaq, biz sizin də qeyd etdiyiniz kimi artıq Pokrovsk uğrunda çox ciddi döyüşlər gedir. Pokrovsk əslində nə üçün Pokrovsk uğrunda belə ciddi döyüşlər gedir? Rusiya istəyir ki, Pokrovski qısa bir müddətdə ələ keçirsin. Bilirsiniz ki, Rusiyanın sülh şərtləri var. Sülh şərtlərinin nədən ibarətdir? Sülh şərtləri Donetsk, Lugansk, Xerson və Zaporojyeni Rusiyanın ərazisi, yəni o həmin sadaladığım ərazilərin, vilayətlərin müəyyən bir hissəsini, təxminən bir 70 həmin ərazilərdən söhbət edirəm ki, təxminən bir 60-70%-ni artıq işğal edibdir və tam olaraq həmin ərazilərin Rusiya ərazisi kimi tanınmasını tələb edir. Beynəlxalq güclərdən və yaxud da ki, Avropa Birliyindən və yaxud da ki, zəngin həm də məqsədi bundan ibarətdir ki, bu müharibənin dayandırılmağın yolu budur. Yəni, Rusiyanın şərti bundan ibarətdir. Və Pokrovsk bu günləri, əgər Pokrovsk deməli, Rusiya tərəfindən işğal olunarsa tam olaraq, bu artıq Donetskin deməli, tamamilə itirilməsi deməkdir. Tamamilə artıq Donetsk itirilmiş sayıla bilir. O nöqteyi nəzərdən həm Rusiya bütün gücünü bu istiqamətə yönləndirib də ard-arda hücumlar həyata keçirilir və həmçinin də Ukrayna bir neçə qoşun birləşmələrini deməli, Pokrovskun müdafiəsi üçün cəmləşdiribdir. Və faktiki olaraq mövqe döyüşləri gedir. Həm də Pokrovskin götürülməsi sizin də bayaq qeyd etdiyiniz o deməli, Baxmut məsələsini qeyd etdiniz ki, bu günləri Rusiyanın da daxilində, Ukraynanın da daxilində hakimiyyətə qarşı çox ciddi, belə deyək də, narazılıqlar var. Rusiya artıq 3 il, 8 ay ki, müharibə aparır və demək olar ki, nəticə əldə eləmir. Daxilə hesablanmış, yəni bu Rusiya əgər Pokrovskini götürərsə, bu artıq dünyaya Rusiyanın bir qələbəsi kimi təqdim olunacaqdır. Həm də bu daxilə hesablanmış bir mesaj olacaqdır, mən düşünürəm ki, yəni daxildə ki, bir mesaj ötürülsün ki, Rusiya müəyyən bir nəticəyə nail oldu və həmçinin bilirsiniz ki, qarşıdan soyuq qış ayları gəlir və hər iki tərəf, həm Rusiya tərəfi, həm Ukrayna tərəfi qarşılıqlı olaraq bir-birinin
enerji mənbələrini, elektrik stansiyalarını artıq son dövrlər artıq elektrik stansiyalarında vurub sıradan çıxardılar dronlarla. Və Ukraynanın da taktiki gediş deməli öz taktikasını dəyişərək artıq Rusiyanın içərilərində olan neft emalı zavodlarını, neft anbarlarını, hətta son dövrlər artıq Avropaya və digər deməli ölkələrə ixrac borularını hədəf alıbdır. Yəni bu istər-istəməz həm də Ukraynanın son dövrlər Ukrayna ərazisində qeyd etdiyim kimi elektrik stansiyalarının vurulması, həmçinin Ukraynada enerji mənbələrinin vurulması Ukrayna əhalisinin də Zelenskiyə qarşı, yəni mövcud hakimiyyətə qarşı narazılığı artırmasına hesablanıbdır. Çünki müharibənin əvvəlindən də, hətta sülh danışıqları ortalığa gələndən sonra da Vladimir Putinin özünün təklifi bundan ibarət idi ki, mən sülh müqaviləsini Zelenski ilə sülh müqaviləsi imzalamayacağım. Zelenski faktiki olaraq, yəni onu qeyd etmək istəyirəm ki, faktiki olaraq uzun müddətli müharibə olduğuna görə Zelenski müddətdən artıq hakimiyyətdə qalıb. Bu bir tərəfdən təzyiq göstərir, yəni xalq artıq narazılığın bu istiqamətdə. Çünki heç bir nəticə yoxdur. Konkret olaraq 3 il 8 ay müddətində Ukraynada artıq müharibədən yorulubdur. Ukraynada yorulubdur və Rusiya da yorulubdur müharibədən. Yəni əhali olaraq, xalq olaraq artıq müharibədən doyublar. Ona görə əhali yorulub, siyasilər yorulmuş. Söhbət bundan gedir. Siyasilərin marağı var. Maraqları təmin olunmaq üçün əsasən bu istiqamətdə yorulmurlar, yorulmadan fəaliyyət göstərirlər. Ancaq görsənən budur ki, bu Pokrovsk əməliyyatı, mən düşünürəm ki, Ukrayna, Avropanın və həmçinin Amerika Birləşmiş Ştatlarının da ciddi dəstəyi, hərbi dəstəyi olmadan Pokrovsku müdafiə etmək bir qədər çətin olacaq. Pokrovsk ona görə həm də vacib bir bölgədir, ərazidir ki, nəqliyyat qovşağının Pokrovskdan keçir. Yəni Pokrovsk əgər işğal olunarsa, dəmir yolu xətləri, qovşaq dediyimiz dəmir yolu xətləri, həm də quru xətlər artıq rusların əlinə keçəcək. Bu da istər-istəməz o daşımaları, logistikanı əngəlləyəcək. Bu Ukraynanın gələcək fəaliyyətində, yəni ordunun gələcək fəaliyyətində çox ciddi çatışmazlıqlar yarada bilər. O nöqteyi nəzərdən Pokrovsk bu günləri doğrudan da mən düşünürəm ki, bu müharibədə, Rusiya-Ukrayna müharibəsində həm də bir dönüş nöqtəsi adlandıra bilərik konkret olaraq. Deməli, əziz tamaşaçılar, bu arada bir xəbəri də diqqətinizə çatdırım. Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri Krımın işğal altındakı ərazilərində Rusiya ordusuna məxsus bir neçə neft bazası və yanacaq anbarına zərbələr indirib. Hadisə noyabrın 6-sına keçən gecə baş verib. Qurumun Telegram kanalında yayımlanan kadrlarda dron hücumlarının anbarın görüntüləri və əməliyyatın detalları paylaşılıb. Məlumata görə dronlar Simferopol yaxınlığındakı Qvardeysk qəsəbəsi ərazisində yerləşən Qvardeysk neft bazasına zərbə indirib. Hücum nəticəsində içərisi yanacaqla dolu olan REVS 400 tipli iri çən tamamilə yanıb, eyni bölgədə yerləşən dəmir yolu estakadasında da yanacaqla dolu 2 qatar sistemi də vurulub. Zərbə zamanı qatarlar yüklənmiş vəziyyətdə olub. Bundan əlavə Simferopol və digər bir qəsəbə ətrafında yerləşən bir neçə yanacaq sürtkü materialı anbarı və neft bazaları da hədəf alınıb. Hadisə nəticəsində bölgədə güclü partlayış səsləri və tüstü buludları müşahidə olunub. Rusiya tərəfi hələlik hücumla bağlı rəsmi açıqlama vermir. Çox maraqlıdır, Anar bəy, mən deməli, hər gün oxuduğum xəbərlərdən daha biridir. Hər gün, bax bu iri neft çənləri partlayır və ötən gün Başqırtistandakı, hətta o da Rusiyanı təchiz edən çox iri bir neft emalı zavoduydu, indi Krımın özündə. Amma çox maraqlıdır ki, əvvəl Rusiya bu məsələnin xəbərini gecikdirir. Yəni yubadır. Bilmirəm, indi insanlarda narahatlıq yaranmasın deyəmi, adamlarda doğrudan da müharibədən bir bezginlik var. Üstəgəl iqtisadiyyat da daha sıfırlanır və bu xəbərləri əvvəl gizlədirlər. İnformasiya belədir, hələ bilmirik ki, hansı səbəbdəndir. Sonra etiraf edirlər ki, bu puan səbəbindəndir və s. və ilaxır. Yəni, deyirsiniz, əhali yorulub, mən də deyirəm, siyasilər yorulmayıb. Siyasilər də yorulublar. Sadəcə əlini dalını yerə qoymamaq məsələsi var. Çünki siyasilər anlayırlar ki, yəni bu müharibə nəticəsiz olacağı təqdirdə içəridə insana, vətəndaşa cavab verməlidirlər. Putinin bu mənada xofu daha çox olmalıdır. Çünki bu müharibəni başladan Vladimir Putindir və insanlar belə demişdi da, yəqin ki, vətəndaşına ki, mən 3 günə sizə Kiyevi alacam.
prinsipçi müharibə başlayanda, o da özləri dediyi kimi xüsusi əməliyyat başlayanda məqsəd 2-3 gün içərisində Kiyevi almaq idi. Amma sırf fiyasko, yəni artıq 4 il fevral ayında tamam olacaq, 2-3 aydan sonra hələ də ortalıqda bir nəticə yoxdur. Putin qorxur və ciddi şəkildə qorxur. Mən isə düşünürəm ki, bu müharibənin deməli, geri çəkilmək üçün Putinin imkanı yoxdur. Çünki o bilir ki, sabahların bu müharibə bu şəkildə bitsə, onu çarmıxa çəkəcəklər. Yəni, bu bir mənalıdır. Ona görə bu müharibə hansı xarakter ala bilər sizcə? Biz artıq eyni zamanda görürük ki, Rusiya artıq Avropa dövlətlərini qıcıqlandırır. Artıq ora pualar göndərir. Yəni, bu müharibənin miqyasını genişləndirmək istəyir ki, cəmaatına desin ki, görürsən, Avropada mənə təcavüzlədir. Buyurun. Bəli, tamamilə sizin dediyiniz bu fikirlərlə mən razıyam. Bu mənada ki, Putin artıq 3 il, 8 aydır ki, qarşıya qoyduğu məqsədə nail ola bilmirdi. Və bu fiaskonun altından çıxmaq üçün mütləq şəkildə nələrsə etməlidir. O nələrin biri, bayaq mən qeyd etdim ki, Donald Trump özü etiraf elədi ki, telefonda adam mənə zəng edib deyir ki, bu müharibəni bitirməkdə bizə yardımcı olun. Yəni, hal-hazırda Putinin bu formada Donald Trumpdan yardım istəməsi artıq müharibəni, bilirsiniz hansı fazaya keçməyə, bu müharibəni artıq dondurulmuş bir fazaya keçməyin tərəfdarı kimi görsənir. Yəni, bu müharibənin hal-hazırki vəziyyətdə həlli yollarından biri faktiki olaraq atəşkəsin əldə olunması və münaqişə dondurulmuş bir fazaya keçirilməlidir. Yəni, müvəqqəti olaraq növbəti mərhələ üçün dondurulmuş fazaya keçməlidir. Niyə? Çünki faktiki olaraq böyük bir ərazi deyəndə ümumiyyətlə Ukraynanın ərazisinin təxminən 18-20% faktiki olaraq işğal altındadır, Rusiya qoşunlarının işğal altındadır və Ukraynanın da düzdür, Avropa Birliyi bu müharibənin sonlandırılması, sülhün əldə olunması üçün irəli sürdüyü tələb ondan ibarətdir ki, sülh olacaqsa, Ukraynanın ərazi bütövlüyü çərçivəsində olacaqdır. Yəni, təbii ki, buna da bilirsiniz ki, Rusiya tərəfi də razı deyil və həmçinin bu Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynamaq istəyən Donald Trump da reallığı qəbul edir. Yəni, Donald Trump da status quo-nun saxlanılmasının tərəfdarıdır və hətta Zelenskiyə də dəfələr deyib ki, hansısa bir Bidenin, yəni hətta üzr istəyirəm ifadə olduğu kimi, yəni axmaq bir hərəkətinə görə bu müharibə başlayıbdır və bu müharibədə də sən deyir, düşünmürdün ki, sən Rusiya ilə müharibə apara bilməzsən. Yəni, bu hətta Zelenskiyə yüklənir. O nöqteyi nəzərdən Trumpın da bu günləri sülh şərtləri status quo-nun saxlanması. O nöqteyi nəzərdən bu telefon danışıqları da status quo-nun saxlanılması istiqamətində. Yəni, dondurulmuş münaqişə. İkinci bir tərəf, əgər bu alınmazsa, bəli, həm Avropa Birliyi, yəni bilirsiniz ki, Avropa Birliyi dövlətlərinin böyük əksəriyyəti NATO bu dövlətləridir. Yəni, daha genişləndirmək, müharibəni fərqli bir fazaya keçirtmək, yəni tək onsuz da əslində Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən ta bu günə qədər əslində NATO dövlətləri də bu müharibənin iştirakçıları sayıla bilərlər. Yəni, kölgə iştirakçılarıdır. Çünki həmin o dövlətlər, Avropa Birliyi dövlətləri, digər NATO dövlətləri bu və ya digər formada Ukraynaya öz dəstəklərini göstərirlər. Maddi dəstəklərini göstərirlər, siyasi dəstəklərini göstərirlər, hərbi dəstəklərini göstərirlər və s. Amma istənilən halda bu 3-cü Dünya müharibəsi anlamına gəlmir. Mən düşünmürəm ki, 3-cü Dünya müharibəsi, yəni bugünkü gün Rusiyanın 3-cü Dünya müharibəsi başlayacaq gücü yoxdur. Amma mən deyirəm ki, əgər bax 2-ci Dünya müharibəsində dəstək var da, yəni o dəstək silah dəstəyi sizcə 3-cü Dünya müharibəsi demək deyilmi? Yox, siz əslində nüvə təhdidindən söhbət gedir. Yox, silah dəstəyi müdafiə üçün olan silahlardır. Əslində son dövrlər artıq Ukraynaya bilirsiniz ki, uzaq mənzilli raketlərin verilməsində. Amma şeyləri də vermədi. Tomahawkları da vermədi. Tomahawkları vermədi. Belə deyirlər ki, əgər tomahawkları verəcəyi təqdirdə bu artıq Amerikanın bax bu müharibədə iştirakı demək olar. Sizcə ona görə vermədim, yoxsa nəyə görə vermədi? Tomahawkı versəydi Rusiya nüvə istifadə edəcəydiniz sizcə? Yəni düşünürəm ki, bilirsiniz, mən Donald Trump müharibənin bir an öncə başa çatmasının tərəfdarıdır. Yəni, bunu bütün çıxışlarına qeyd edir. Və tomahawkların verilməsi... Donald Trumpdan nə gedir ki? Donald Trumpın adamı ölmür. Yox, ölməsə belə özünün adam seçki öncəsi seçkisinə əslində söz veribdir. Amma hansı şərtlərlə də? Ləman xanım, bu günləri Donald Trumpın Amerika ictimaiyyəti arasında, xalqı arasında reytinginə biz baxsaq, görərik ki, durmadan reyting aşağı düşür.
Süleyman özünə görə eləyir də. O öz reytingini düşünür də. O Ukrayna cəmaatını düşünür. Həm də, əlbəttə Ukrayna cəmaatı, mən burada xalqı və ya Ukrayna dövlətini nəzərdə tutmuram. Əlbəttə ki, burada Donald Trumpın özünün maraqları var. Maraqlarından biri əslində ondan ibarət ki, bu növbəti bir münaqişə ocağını söndürdü, növbəti bir münaqişə ocağına son qoydu. Yəni bu bir qədər bunu ölkə daxilində reytinqini qaldıra bilər. Və ən əsas ikinci bir tərəfdən də sizin qeyd etdiyiniz kimi Tomahawk raketlərinin verilməsi əslində təklif olunmuşdu. Amma deməli Donald Trump tərəfindən imzalanması qalırdı. Donald Trump bunu ertələdi. Növbəti, yəni bir qədər gözləmir. Niyə də sizcə? Qorxdu mu? Qorxmaq məsələsi, mən düşünmürəm ki, bu qorxmaq məsələsi idi. Əslində burada tək bilirsiniz ki, bu Rusiya-Ukrayna müharibəsinin həll olunmasında Trumpın Rusiyaya bir qədər loyal münasibəti var idi. Bu loyal münasibət nədən doğurdu? Loyal münasibət Rusiyanın Çinə yaxınlaşmasının qarşısını almaq istəyirdi. Ala bildi mi ki? Faktiki olaraq bu günləri görürük ki, Çinlə Rusiya yaxınlaşıblar. Yəni ala bilməz. Son deməli Mişustinin də Çinə səfərini və bundan sonra Putinin də Çinə səfəri nəzərdə tutulub ki, bilirsiniz ki, və Çin əslində bu günləri Rusiyanın bir nəfəslik rolu oynayır. Çünki sanksiyalar səbəbindən bilirsiniz ki, Rusiya heç bir təbii sərvətini, yəni neftini, qazını və digər təbii sərvətləri Avropa bazarlarına və dünya bazarlarına çıxarda bilmir. Onun tək alıcıları, əsas alıcıları həm Hindistan idi, həm də bilirsiniz ki, Çin idi. Hindistan Amerika Birləşmiş Ştatlarının, yəni birbaşa Donald Trumpın bu gömrük tarifləri məsələsini ortaya və Hindistana müəyyən bir hədə-qorxu gəldikdən sonra Hindistan bir adım geri çəkilib. Bilirsiniz ki, artıq Amerika Birləşmiş Ştatları ilə də Amerika Birləşmiş Ştatlarından neft və neft məhsullarının alınması ilə bağlı iri məbləğdə deməli müqavilələr imzalanıbdır. Yəni artıq bir tərəf bir addım geri çəkilibdir. Ortada Çin var. Çinin isə burada maraqları daha çoxdur. Birincisi ondan ibarətdir ki, Çin ucuz neft, qaz və digər deməli təbii ehtiyatlar ala bilir. Konkret olaraq həm də bilirsiniz ki, Çinlə deməli Rusiyanın böyük deməli ən uzun sərhəd zolağına sahibdirlər və Çin üçün bu əlverişli şəraitdən düşmüş əlverişli şərait. Görürsünüz, Çin ümumiyyətlə Ukrayna-Rusiya müharibəsinə sanki qarışmır kimidir. Doğrudur. Bu və digər formada belə deyək də ikili texnoloji dəstəyin verilməsi ikili sahədə, yəni həm hərbidə, həm deməli istehsalatda istifadə olunan texnologiyaları Rusiya verir dolayısıyla. Həmçinin bilirsiniz ki, Rusiyanın təklifi var idi Çinə ki, valyuta məsələsində, yəni ticarəti, deməli, ticarət əlaqələrini milli valyuta üzərinə eləmək. Çin hətta buna da razılaşdı. Yəni təxminən bu günləri Rusiya ilə Çin arasında olan ticarət əlaqələrinin, yəni yuan və rubl üzərindən gedir. Demək ki, 90% yuan və rubl üzərindən gedir. Yəni o nöqteyi nəzərdən mən o Tomahawk məsələsinə gəlirəm. O nöqteyi nəzərdən, yəni Çinlə Rusiyanın arasında müəyyən bir sədd çəkmək üçün Trump əslində deməli Rusiyaya qarşı fərqli bir, yəni bu müharibə fərqli siyasət yürüdürdü. Həm də dolayısıyla diplomatik əlaqələrin saxlanılması istiqamətində. Çünki Tomahawk'un verilməsi diplomatik əlaqələrin bu günləri həm diplomatik əlaqələrin, həm də dolayısıyla mən düşünürəm ki, bir iqtisadi əlaqələrin də mövcudluğu var Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında. Çünki Rusiya təbii ehtiyatlarından xüsusilə alüminium yataqlarıdır, uran yataqlarıdır və digər təbii ehtiyatların, hətta ya xatırlayırsınızsa, Rusiya tərəfi Amerika Birləşmiş Ştatlarına öz deməli ərazisində olan təbii ehtiyatlardan birgə istifadəni də təklif etmişlər. Yəni burada Amerikanın iki deməli uduşu var. Birincisi həm təbii sərvətlərin əldə olunması məsələsidir, həm də Çinə qarşı. Rusiyadan sonra biz dəfələrlə bunu sizin studiyada müzakirə eləmişik ki, Çini Rusiyanın iqtisadi və siyasi cəhətdən, hərbi cəhətdən çöküşündən sonra dünya devinə, dünya hegemonuna çevrilmiş Çinə qarşı Amerika Birləşmiş Ştatlarının özünün bir xüsusi planı var. O planı həyata keçirmək üçün Rusiya arqumenti bugünkü gün, yəni Rusiyanın Amerikanın yanında dayanması yox, ən azından Çinin yanında dayanmaması üçün, yəni bunların yaxınlaşmaması üçün Amerika Birləşmiş Ştatları müəyyən güzəştlərə gedir. Rusiya-Ukrayna müharibəsində Rusiya. O güzəştlərdən biri də Tomahawk'un verilməməsi ki, əslində Donald Trump bunu bir jest olaraq deyir ki, mən hələ Tomahawk'ları vermirəm. Hələ xatırlayırsınızsa, deməli, sülh danışıqlarının ilkin mərhələsində hətta Donald Trump
Ukraynaya qarşı daha sərt mövqedən çıxış edirdi. Yəni hətta yardımların kəsilməsi, raketlərin verilməsi, hətta kəşfiyyat məlumatlarının verilməsini belə dayandırmışdı. Böyük Britaniya da tələb edirdi ki, ümumiyyətlə kəşfiyyat məlumatlarını Ukrayna tərəfinə ötürməsin. Lakin Rusiya Amerika Birləşmiş Ştatlarının cızdığı planla, yəni irəli sürdüyü şərtlərlə razılaşmadıqca artıq Amerika Birləşmiş Ştatları da bir U dönüşü elədi, bir fərqli siyasət həyata keçirdi. Bu dəfə də Ukraynanın yanında durdu. Yəni sülhə təşviq etmənin iki metodu var. Ya oturub deməli masada oturub çözməli, ya da təsir vasitəsilə səni buna məcbur edəcəm. Rusiya heç bir təzyiqlərdən belə deyək, nəticə çıxartmır. Yeri gəlmişkən əziz tamaşaçılar, daha bir iki maraqlı xəbər var. Polşa və Rumıniya Ukraynada real döyüş şəraitində test edilmiş Merops adlı mobil hava hücumundan müdafiə sistemini artıq yerləşdirməyə başlayıblar öz ölkələrində. Bu barədə Associated Press məlumat yayır. Deməli, Merops pikap və yüngül yük maşınına belə quraşdırıla bilən bir cihazdır. Pilotsuz uçuş aparatlarının uzaq məsafədən aşkarlayır. Peyk və radio əlaqəsi bloklandıqda belə süni intellektlə hədəfi izləməyə davam edir. Dronları vurmaq və ya sıradan çıxarmaq imkanına da malikdir. Mənbəyə görə NATO gələcəkdə sistemi alyansın bütün şərq sərhəddi boyunca yerləşdirməyi planlaşdırır. Məqsəd kritik infrastrukturun müdafiəsini gücləndirmək və Moskvanın sərhədi keçmək barədə düşünməsinin qarşısını almaqdır. Yəni Moskva, belə deyək, Moskva bütün Avropa üçün artıq, bütün dünya üçün deyərdim, amma konkret olaraq bugün daha çox Avropa ölkələri üçün artıq bir kabusa çevrildi. Təhdiddir, kabusdur. Yəni indiyə qədər, belə deyək, keyf damaq içində yaşayan Avropa ölkələri artıq o həyəcanı, o təlatümü, o əndişəni öz canlarında hiss edir. Ən azından Ləman xanım, yəni bu Amerika Birləşmiş Ştatlarının bilirsiniz ki, bu müharibənin dayandırılması üçün bir dönəm taktiki bir gediş elədi. Yəni Amerika dedi ki, Avrasiyadan daha uzaqdır, 1000 kilometrlərlə uzaqda yerləşir. Bu məsələ Avropanın məsələsi olduğuna görə Avropa özü bu işlərlə məşğul olsun. Yəni müharibənin dayandırılması və yaxud da Ukraynaya dəstəyi əslində dolayısıyla Avropa dövlətlərinin üzərinə yüklədi. Və bundan sonra Avropa dövlətləri istilənməyə başladı və demək öz büdcəsindən artıq hərbiyə daha çox vəsait ayırmağa başladı. Yəni təhlükəsizliyin təmin olunması üçün büdcə vəsaitinin da böyük hissəsini, yəni əvvəlki illərdə biz qeyd etmişik ki, ümumi daxili məhsulun 2% hərbiyə istifadə edirdilər, yönləndirirdilər hərbi xərclərə. Artıq 5%, hətta elə ölkələr var ki, 5%-in üstündə artıq ümumi daxili məhsulun 5% həcmində müdafiə xərclərinə. Bu da istər-istəməz sosial rifah şəraitində yaşayan Avropa dövlətləri, xalqları üçün, əhalisi üçün heç də arzu olunan bir nəticə deyil, sonuc deyil. Çünki sosial rifaha, insanların yaşayışına, rahat yaşayışının təmin olunmasına xərclənəcək vəsait artıq silahlanmaya və müdafiə xərclərinə istiqamətlənir. Bu da dediyim kimi dolayısıyla əhaldə də narazılıq yaratmağa başlayır və getdikcə hətta bugünkü gün mən qeyd etmək istəyirəm ki, ən çox təhdid olunan Rusiya tərəfindən Almaniyanı deməli misal göstərə bilərəm ki, Almaniyada hətta hakimiyyət dəyişikliyindən sonra, yəni yeni kansler ki, hakimiyyətə gəldikdən sonra Friedrich Merz deməli hakimiyyətə gəldiyi günlərdən, aylardan artıq onun reytingi bu günləri Almaniyada aparılan sorğu nəticəsində onun da reytingi aşağı düşməyə başlayıb. Və Almaniya qeyd etdiyim kimi və həmçinin də Fransa bu iki dövlət, yəni Avropa Birliyi dövlətləri içərisində Rusiyanın ən çox hədəf aldığı dövlətlərdən biridir və buna görə də bu iki dövlət silahlanmaya daha çox vəsait ayırır və son dövrlər bilirsiniz ki, təxminən növbəti ildə 2026-cı ildə Ukraynaya hərbi yardımın miqdarını 3.5 milyard artırmağı nəzərdə tutur. 3.5 milyard avro əlavə deməli yardım, yəni əvvəlki illərə nisbətən Almaniya Ukraynaya daha böyük həcmdə yardımın göstərilməsini tərəfdarıdır. Yəni bunlar da əslində sizin də qeyd etdiyiniz kimi Avropanın bir təşviş içərisində olduğunu həqiqətən də. Yəni bu günləri biz deməli Avropa Birliyi dövlətlərinin də həmçinin bu yaxınlarda xatırlayırsınızsa demək ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan da bu barədə qeyd etmişdi ki,
Avropa Birliyinin Türkiyəyə böyük ehtiyacı var. Nə ilə bağlı? Əslində bu gün həm də müdafiə ilə bağlı. Çünki NATO-nun ikinci ən böyük ordusuna sahib olan dövlətdir Türkiyə və Türkiyə Avropa dövlətlərindən fərqli olaraq bir millət olaraq da, dövlət olaraq da deməli hərbi təcrübəsi və döyüş təcrübəsi olan bir orduya sahib dövlətdir. Amma bu günləri bəli görünən budur ki, nə Almaniyası 2-ci Dünya müharibəsindən sonra yəni heç bir müharibədə iştirak etməyən və hətta elə dövlətlər var ki, bilirsiniz ki, hərbi kontingenti yoxdur və həmin dövlətlərin də bugün deməli müdafiəsini təşkil etmək üçün, təhlükəsizliyini təşkil etmək üçün mütləq şəkildə bir orduya, güclü bir orduya ehtiyacı var. Həmin orduda əslində Türkiyə dövlətində var. O nöqteyi nəzərdən həm də belə qeyd etmək istəyirdim ki, Fidanın bu mesajı da bilirsiniz ki, uzun müddətdir ki, Avropa Birliyi, Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul eləmir və bu mesaj da həm də ona yönəlib ki, yəni bu günləri Türkiyənin Avropa Birliyindən daha çox Avropa Birliyinin Türkiyəyə ehtiyacı var mesajı vermək deməkdir. Yəni o nöqteyi nəzərdən bəli bu günləri Avropa təhdid içərisindədir, amma buna baxmayaraq mən düşünmürəm ki, müharibənin miqyası yəni daha da genişlənəcək və Avropa coğrafiyasına yayılacaq. Əslində bu kimi təhdidlər var. Bu həm də bir informasiya müharibəsidir, bir təhdid müharibəsidir ki, biz bayaqları nüvə təhdidindən danışırdıq. Nüvə başlığı daşıyan sualtı qayıqların, tutaq ki, Amerikanın sualtı qayıqlarının Rusiya arasında bu əslində bizə deməli soyuq müharibə illərini xatırladır. Həmin vaxt o Karib dənizində olan Kuba ətrafında baş verən hadisələri biz nəzərə alsaq görərik ki, həmin soyuq müharibədir. Yəni qarşı tərəflər Amerika və yaxud da Avropa Birliyi dövlətləri və digər tərəfdə də Rusiya bir-birinə qarşı informasiya müharibəsi aparır. Yəni güc göstərisidir. Məndə bu var, səndə bu var. Yəni bu nöqteyi nəzərdən əslində ortada həqiqətən də ola bilsin ki, Rusiyanın da özünün deməli bilirsiniz bu yaxınlarda yeni bir raketin deməli sınağının keçirilməsi barədə məlumat yaydı və bu raket də hətta Brovesnik mi? Bəli, Brovesnik. Nüvə qanatlı. Nüvə qanatlı əslində həm nüvə qanatlı idi. Yəni nüvə qanatlı deməli nüvə reaktoru ilə işləyə bilən. Yəni bu əslində dünya bir yenilikdir. Düzdür, Avropa dövlətləri və daha doğrusu Avropa kəşfiyyatı dövlətlərinin kəşfiyyat orqanları və həmçinin Amerika Birləşmiş Ştatları hələ də bu raketin sınaq dövründə olduğunu, yəni faktiki olaraq yəni döyüşə hazır vəziyyətdə olmadığı barədə məlumat verir. Amma Rusiya ondan öyünür. Niyə? Çünki reaktiv deməli nüvə reaktoru ilə çalışan raket bu günləri yoxdur. Rusiyanın çalışdığı odur ki, Amerika Birləşmiş Ştatlarının hava hücumundan müdafiə sistemini yara biləcək bir silaha sahib olsun. Və o silahı artıq, yəni bugün dünyaya göstərir ki, həmin silahı artıq biz deməli sahibik və Amerika Birləşmiş Ştatlarının hava hücumundan müdafiə sistemini fiaskoya uğratmaq istəyir. Bu yəni konkret olaraq göstərən budur ki, və qarşılıqlı belə deyək də bir güc göstərisidir. Mən burada bunu başqa cür adlandıra bilmirəm. Yəni faktiki olaraq ortada dünyanın elə silahları var ki, bax ötən gün Cənubi Koreyanın silahından danışırdılar. Çinin də bildiniz, Çinin silahı o raketin nə bilim dedi, hətta yer qabığını belə məhvərindən qoparmaq iqtidarındadır. Amerika həmçinin, yəni Rusiya çox da övünməsin həqiqətən də adam hər gün bir xəbər oxuyuruq, biz xəbər adamları xüsusilə bu xəbərin içindəyik. Adam dəhşətə gəlir ki, ölkələrin nələri var, nələri. Yəni bir saniyənin içində dünyanı altını üstünə çevirəcək gücə maliklər. Və əziz tamaşaçılar, Azərbaycanın da hər halda özünə görə gücü, qüvvəti, qüdrəti var və biz cəmi bir gündən sonra sabah, yəni sabah artıq zəfər gününü qeyd edirik. Yəni Azərbaycanın keçirdiyi 44 günlük müharibə də özümüz balaca olsaq da müharibəmiz dillərə dastan oldu və ilk bu qəbildən olan müharibəni, puan müharibəsini Azərbaycan həyata keçirdi və mən onu o günləri yaxşı xatırlayıram ki, təxminən 5 il bundan əvvəl o müharibədən sonra dərhal Pentagonda filanda Azərbaycanın keçirdiyi müharibə ilə bağlı biz informasiyalar oxuyurduq ki, orada bu müharibə ilə bağlı necə yüksək fikirlər səsləndirirdilər. Amma mən düşünürəm ki, bax indi mənə bir deməli jurnalist dostlarımdan biri bir şəkil atıb, rejissorumuz versin. Bizim bayrağımız həmişə göylərdə dalğalanmalıdır. Bax sabah zəfər günüdür, amma şəhərin mərkəzində elə Azadlıq meydanında Abşeron otelinin qarşısına vurulan posterdə bayrağımız kəsilib.
Bayraq doğrudur, orada bizim müzəffər əskərimiz dayanıb, əlində Azərbaycanlı üç renkli bayrağı. Nə olar bunu bir gözəl verin də, nə olar bizim bayrağımız? Valla o heç bir ölkədə, mən heç uzağa getmirəm, elə o qardaş Türkiyədə. Görün onların bayrağı ilə belə davransalar, onlar bunu həzm eləyə bilərlərmi? İnanın ki, bilməzlər. Həqiqətən eləməzlər. Yəni bu boyda biz tədbirə hazırlaşırıq 5 illiyə. Amma bayrağımızı kəsik formada, bayrağın yarısı yoxdur. Yarısı görünür, yarısı yoxdur. Velə bilirmi, rejissorumuz verirmi efirə? Baxın, yəni bu yaraşmır axı bizə. Sabahların biz orada zəfər paradını qəbul edəcəyik, amma bayrağımız yoxdur. Üç renkli bayraq ortadan kəsilib. Amma o oğullar vardı ki, Natiq Qasımovu xatırlatmaq istəyirəm, ruhu şad olsun. O oğul 3 gün Erməniyə qarşı döyüşüb, ən sonunda da düşmənin qabağına o üç renkli bayraqla çıxıb. Daşıyıb, əlindən yerə salmayıb. Bu o bayraqdır. Biz isə bunu əlimizə, üzümüzə yaxa-yaxa bax bu şəkildə sabah təqdim eləyəcəyik. Ya mən hətta heyecanlanıram, belə məsələlər olanda çox təəssüflənirəm. Əslində çox həssas məsələlərdir. Yəni bayraq yəni zaten döyüşməmişikdi daha orada gelib. Heç bunu ortalığa normal çıxardı. Yəni bu indi mən sizlə razıyam. Yəni ola bilər indi orada texniki və yaxud da aydın məsələdir ki, burada kimsəyə bilərəkdən nəyisə, necəsə etmək istəmir. Amma diqqətdən kənarda saxlamaq olmaz. Bəli, doğru qeyd edirsiniz ki, biz bu 44 günlük vətən müharibəsindən sonra Azərbaycan bayrağını dalğalanan Azərbaycan bayrağını daha yüksəklərdə dalğalandırdıq. Yəni bu günləri Azərbaycan apardığı o 44 günlük vətən müharibəsi ilə dünyaya səs saldı. Və sabah da il dönümüdür, 5 il keçir artıq bizim zəfərimizdən və bu zəfərdə zəhməti olan, əziyyəti olan bütün insanlara və xüsusilə başda qarşılarında baş əydiyimiz deməli əziz şəhidlərimiz olmaqla, yəni bizə bu zəfəri qazandırdılar, bu sevinci qazandırdılar və hər zaman da biz qeyd edirik ki, bu uzun illərdir, 30 illərdir Azərbaycan üzərində olan bir ləkəni, bir belə deyək də başımıza artıq uca elədilər bu 44 günlük vətən müharibəsindən sonra. Zəfərimiz qutlu olsun, davamlı olsun, bayram ruhları şad olsun. Şəhidlərimizin də, qazilərimizə də Allah can sağlığı versin. Arzulayırıq və bu qeyd etdiyim kimi bu müharibədə zəhmət bütün Azərbaycan bu müharibəyə səfərbər olmuşdur. Yəni biz hər zaman mən bunu qeyd edirəm ki, bu zəfərin əldə olunmasında başda Ali Başkomandan olmaq şərti ilə və bütün xalq bütövləşmişdi. Dövlət, xalq, hakimiyyət, xalq bütövlüyü var idi və bu bütövlüyün nəticəsində də biz haqq etdiyimiz qalibiyyətə və dəfələrlə mən qeyd edirəm ki, bu şəhidlərimizin qanı bahasına biz öz torpaqlarımızı aldıq və siz də qeyd etdiyiniz kimi bu müharibədən sonra Azərbaycan müharibə tarixinə bir yenilik elədi və bu müharibə tarixində və ondan sonra dünyanın böyük ölkələri, Amerika Birləşmiş Ştatları, Hindistan, Çin hətta, yəni Azərbaycanın apardığı bu şanlı döyüşdən, bu müharibədən bəhs etdi və demək olar ki, bu aparılan müharibə taktikası əslində bir tarix yazdı və gələcəkdə bu tarix kitablarında deməli bir müharibə tarixi kimi mən düşünürəm ki, bir öyrəniləcək bir... Keçirilir artıq, zəfər tarixi keçirilir. Zəfər tarixi keçirilir, dünya tarixində əslində ki, yəni dünya tarixi kitabına düşəcəkdir. Təşəkkür edirəm mən sizə, çox sağ olun Anar bəy, əziz tamaşaçılar. Anar İsayevlə gündəm müzakirə etdik. Sizdən isə ricam verilişimizi bəyənin və paylaşın olacaq və Laf TV-yə qayıdın, çünki qarşıda xəbərlərimiz və günün ən aktual müzakirələri elə bizdədir. Salamat qalın.